Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir uşaq corabının toxunmasını istəyirəm göstərim. Bu da 1-2 yaşına kimi geyinə bilər. Yəni uşağın ayağından asılıdır. Uşaq var ki 3 yaşınaca da geyinə bilər bunu. Yəni kiçik deyil də bu. Qalın sapdan toxumuşam biraz. Belə sapı 350 metrəlik sapdır. Mən bunu 2 qat eləmişəm. Burada belə bir sapdır. Bunu 2 qat yığmışam. Qalın eləmişəm corab üçün. Burası 54 ilməkdən ibarətdir. 54 ilmək yığmışam milimin üstünə. Hər iki üzdən tərs toxumuşam. Sonra bu naxşı başlamışam. 2 rəngdən toxumuşam. Bir də bu rəngdir. Bu da belə bir sapdır. Bu da 100 qramlıq 220 metrəlik sapdır. Yəni bunu 2 qat eləmişəm, qalındır. Bu 220 metrəlik sapdır. Bu naxışı toxumaq üçün bəs eləyir o. Yəni çox qalın olanda bu naxış da çox qalın gedir. Kobud görsənir. Toxudum. Toxuyandan sonra da belə bir ipini də toxumuşam bağlamaq üçün. Belə bir. Bunu kurçokla toxumuşam. Hazırlayıb qoymuşam bunun içinə. Öbürsü corabı toxuyanda göstərəcəm toxunmasını, necə toxunmaq lazımdırsa. Belə bir milimi götürürəm. Bura 54 ilmək yığıram. Milin üstünə. Bunu sayıb sonra göstərəcəm sizə. Mən milimin üstünə 54 ilmək yığdım. İndi bunu alt hissəsidir. Belə hər iki üzdən formada tərs toxuyuruq. 3 sıra. 1, 2, 3 sıra. 3 sıra düz üzdən, 3 sıra da tərs üzdən. Bütün ilməkləri hamısını tərs toxuyuruq. Belə bu formada. İndi mən bunları toxuyum. Sonra naxışı necə toxuduğumu göstərəcəm. Bu sapımı toxudum. Belə bir 3 sıra toxudum. Corabın alt hissəsini. İndi bura ikinci rəng. Belə bir sapı bağlayıram. Buradan. İndi buradan bir sıra düz toxuyuram. Bütün ilməkləri düz toxuyuram buradan. Bu formada ilməkləri düz toxuyuram. Axıra qədər hamısını düz toxudum. Kənar ilməyi də toxudum. Formada indi tərs üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. İki sıra toxuyuruq. Bir sıra düz üzdən düz, tərs üzdən də tərs toxuyuram bütün ilməkləri. Belə.
Bu sıranı da ters toxudum. İndi düzdür. Düz üzdən bu buradaki birinci bu 2 ilməni götürürəm. 2 ilməkdən 1 ilmək çıxardıram. Bir artırma eləyirəm belə. Yenə 2 ilməkdən 1 ilmək çıxardıram. Yenə bir artırma eləyirəm. 2 ilməkdən 1 çıxardıram. Belə bu formada eləyirəm. Axıra qədər bu sıranı da belə toxuyuram. Bu sıranı da axıra qədər formada toxudum. Birini artırıram, 2 ilməni bir kəsirəm. Belə bu formada belə bir toxunma alınır. İndi tərs üzdən yenə bu ilməkləri hamısını tərs toxuyuram. Birincini götürürəm. Bu artırdıqlarımı da, toxuduğumu da hamısını tərs toxuyuram. Belə bu formada burada belə bir boşluqlar əmələ gəlir. Bu sıranın axıra qədər hamısını bu formada toxuyuram. Bu sıranın axıra qədər hamısını tərs toxudum. İndi düz üzdür. Düz üzdən də yenə bütün ilməkləri hamısını düz toxuyuram. Yəni 6 sıradan əmələ gələn bir naxışdır. Bu artıq 5-ci sıradır. 2 sıra düz toxudum. Bir dənə bu 2-dən 1 kəsdik. Birini tərs toxudum. İndi bir sıranı da formada belə formada düz toxuyuram hamısını axıra qədər. Bu sıranı da axıra qədər hamısını düz toxudum. Belə bir boşluqlar olur, deşiklər buradan. İndi tərs üzdən, indi bunu buradan birinci ilməni, lap birincini götürüb bura keçirdirəm. Bu milin üstündəkinə bir yerdə ikisindən bir ilmək çıxardıram. Belə. Sonra burada tikiş kimi görünür hamısı. Bunları bir-bir buradan belə götürüb bu milin üstündəkinə ikisindən bir ilmək çıxardırıq. Bu ilməkləri buradan düz götürmək lazımdır. Üst-üstə düşsün. Buradan naxış düz alınsın. Yoxsa əyri alınır. Buradan yenə götürdüm. İkisindən bir ilmək çıxardım. Bu belə bu naxışlar alınır belə. Bu naxışlar alınır. Birinci sırasıdır. Yenə buradan götürürəm birini. İkisindən birini çıxardım. Bir bu ilməkləri hamısını buradan götürürük. 2 ilməkdən bir ilmək çıxardırım. Milin üstündəkinə onu. Bunlar da hamısı tikiş kimi görünür. Burada. Ayrı rəng olduğuna görə seçilir. Bu formada belə bir naxış olur. Bu sıranı da buranın axıra qədər toxuyuruq bunu. Buranı toxudum bu qədər. Belə bir naxış alındı burada. İndi buranı da axıra qədər yenə belə götürüb toxuyuram. İlməkləri. İlməkləri buradan düz götürmək lazımdır ki, elə bil o toxuduğumuzu qatlayırıq 2 qat da belə düz alınsın naxışları. Bunu axıra qədər toxudum. Formada belə bir naxış alındı. İndi bunu corabın bu hissəsini, bu 2 naxışın arası sarı. Bu hissəni 4 sıra buranı toxuyuruq. Oralar, həmin yeri bir tərs, bir düz toxuyuram. Burada
Birinci ilmeği götürürüm sap dəyişdiyimə görə. Burada bir ters, bir düz. Bir düz götürdüm, bir ters. Bu formada axıra qədər toxuyuram. Bu sıranı axıra qədər bir ters, bir düz toxuyuruq. 2 sıra düz bu üzdən, 2 sıra da arxa üzdən. 4 sıra. Sonra yenə bunu təkrar edirik bu naxışı. Sonra da corabın öz hissəsini toxuyacağım. Onu da göstərəcəm sizə necə toxumuşamsa. Bu 2 sıranı ikisini də toxudum mən. Bu corabın bu hissəsidir. Belə bu hissəsi. İndi bunu bu öz hissəsini toxumağı göstərəcəm burada. Burada necə toxumuşamsa. Burada 1, 2, 3, 4, 5, 6. 6 sıra toxumuşam. 7-ci sırada qurtarmışam da toxuyub. İndi mən bunun buradan sayıram. 54 ilməkdir. Onu 10 ilməyin ortası üçün saxlayırıq. Bu da corabın özü üçün. 22 ilmek bu tarafa, 22 ilmek de o tarafta olmalıdır. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20. Burada 21, burada 2 ilmekten bu milin üstünde 10 ilmek olmalıdır. Bu 10 ilmeğin birini bu taraftaki ile bir yerde götürüp toxumuşam. İndi burada bu ilmek de sayılır. 1, bu 2, bu 3, bu 4, 5, 6, 7, 8, 9, 10. ilmeği de bu biri bu taraf ilmeğiyle bir yerde götürürüm ikisini. Milin üstünde kalan ilmeğiyle bir yerde götürürüm. İkisinden bir ilmek çıxarıram. Bunu düz üzdən elədim. Bu tarafta da 21 ilmek kalmalıdır. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22. Bir ilmeği bu yana olmalıydı. Bayağı 21 idi. Şimdi 22. Bir ilmeğiyle işin olmur da. Yani 22 bu tarafta kalır, 22 bu tarafta kalır. Her defa götürəndə mesela bu üzündən artıq mil ilmək götürmürük də. Elə düz necə var elə toxuyuruq. Hər iki üzdən tərs toxumuşam. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu yüzden ilmek götürmürük kenarlardan. Düz yüzden götürürük. Bu tarafını toxuyanda ipi geçiririm bu tarafa. Buradan bir ilmek götürürüm bu taraftan. Sonra milin üstündeki ilmeğiyle bir yerde. İkisinden bir ilmek çıxardırım. Yine buradan sayırsan 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu 10. ilmeği, axırıncı ilmeği bunu. Yine bu birisi milin üstündən götürürəm ikisini bir yerde. İkisindən bir ilmek çıxardırım. Buradan. Corabın öz hissəsi alınmaq üçün hər tərəfdən götürürəm. Bu tərəfdən yenə olduğu kimi ilməkləri tərs toxuyuram.
Düz üzdən yenə də ip keçirdirəm. Özüm tərəfə tərs toxuyacağım. Buradan bir ilmek götürürəm yenə. Bu milin üstündəkinə ikisini bir yerdə çıxardıram. Yenə qalan ilməkləri tərs toxuyuram. İlməklər hər iki üzdən tərs toxunur. Buradan yenə buradakı milin üstündəki ilə bir ilmək yenə götürüb 10-cu ilməyi ikisini bir yerdə çıxardıram. Burada öz hissəsi alınmağa başlayıb artıq. Bu hissəni 1, 2, 3 orada 7 saydım. 7-ci sıraya qədər toxuyuruq hamısını. Götürürük mil üstündən. Bu yandakı ilməklər biraz azalır. Bu milin üstündəkilər azalır. Ortadakı ilmək olduğu kimi qalır 10 ilmək. Bir dəfə də göstərəcəm buradan. Yəni ipi keçirdirib özümə sarı tərs toxuyacağım ilməkləri. Bu mil üstündən yenə götürürəm. Yəni corabın üstünü nə qədər eləmək istəyirsənsə, o qədər də götürürsən ilmək. Mən indi özüm necə toxumuşamsa, o cürdə göstərirəm. Bura axıra çatanda yenə bu axırıncı ilməyi, 10-cu ilməyi bu mil üstündən bir ilmək götürürəm. Onu ilə bir yerdə çıxardıram. Belə. Corabın uç hissəsi artıq görünür burada. Tərs üzəndəki hamısını tərs toxuyuram. Buradan ilmək götürmürəm. Formanı indi axıra qədər burada 1, 2, 3, 4 götürmüşəm. Sıra toxumuşam. Burada 7 sıra olmalıdır. 7 sıra toxumaq üçün yenə 3 ilmək buradan azalır. O 3 ilmək azalana qədər toxuyuram. Bu indi axırıncı sıradır, 7-ci sıra. 7 ilmək azaldıram hər tərəfdən. Axırıncı ilməni yenə buradan götürürəm. İkisindən birini çıxardım. İndi buradan o üzə yenə qalan ilməkləri hamısını tərs toxuyuram. Belə corabın üzü belə alındı. İndi buradan bu tərəfi yuxarı hissəsini, bu hissəsini toxuyuram.
Bu hissəsini bir tərs bir düz toxumuşam. Uzunluğun kim nə qədər istəyir, o qədər də toxuya bilər. Sonra bu naxışı burada göstərmişəm. Burada toxumuşam. Yenə bir sıra bir düz toxumuşam. Sonra kəsmişəm. Bir sıra düz üzdən, bir sıra arxa üzdən. İndi onu da göstərəcəm axırda. Buranı toxuyacağım, bunu da qoyacağım. Bunu burada göstərmişəm, necə eləmək lazımdırsa. Sonra axırı necə tikmişəm, onu da göstərəcəm. Bunu indi buradan bir düz, bir tərs, bir sıra toxuyub göstərirəm. Birini götürdüm, bir düz, bir tərs belə. Bir düz, bir tərs. Bunu axıra qədər belə toxuyuruq. Sonra hər üzdən düzləri düz, tərsləri də tərs. Belə. Formada düzü düz, tərsi tərs toxuyuruq hər iki üzdən. Uzunluğunu da kimin ürəyi nə qədər istəyir, o qədər toxuya bilər. Hamısını toxuyandan sonra göstərəcəm. Necə hazır formasını göstərəcəm corabı. Bunun yuxarı hissəsini də toxudum, qutardım. Bu hissəsində bir tərs bir düz toxudum, iki sıra. Bir sıra bu üzdən, bir sıra da tərs üzdən. Sonra da kəsdim. Belə bu formada bir corab oldu. İndi bunu buradan kəsəndə bunu ip saxladım. Bunu indi tikirəm bu hissəsindən. Buranı indi buradan belə alt hissəsini də tikirəm. Bunun arxa tərəfini də tikdim belə. İndi bu ipi toxumuşdum. Bura keçirtmək üçün. Bunu kurçokla keçirtirəm buradan. Mən də buradan belə keçirtdim. Siz istəsəz yaxın-yaxında keçirdə bilərsiniz. Sonra da buradan bağlayırıq belə. Formada. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gəlin videomda görüşənə qədər.